Dünya Malayeva ilə birlikdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələri müzakirə edəcəyik. Əvvəlcə qonağımızı salamlayıram. Salam. Qabaqcadan deyə bilərəm ki, burada deyilən fikirlərə görə çevrimiz məsuliyyət daşımır. Birinci sualımla başlayayım. Azərbaycanda baş verən ictimai-siyasi vəziyyətlərə münasibətiniz və şərh verərsiniz. Azərbaycanda ictimai-siyasi vəziyyət, mən fikirləşirəm ki, heç də normal bir ictimai-siyasi vəziyyət deyil. Yəni, nəzərə alsaq ki, 2013-cü ildə seçki edildi. İndiki vəziyyət heç bir vəzifəyə mani eləmir. Burada, yəni, vətəndaşların da rolu var, cəmiyyətin formalaşması üçün vətəndaşların rolu aktiv olmalıdır. Ancaq hər birimizə məlumdur ki, Azərbaycan Respublikasında siyasiləri elə vəziyyətə salıblar ki, burada ictimai-siyasi vəziyyəti formalaşdıra biləcək siyasətçilər, mən deyərdim ki, müstəqil sərbəst siyasətçilər qalmayıb. Yəni, bugün bizim cəmiyyətin bu vəziyyətə gəlib çıxmasında mən bir nömrəli hakimiyyəti günahlandırıram. Ona görə ki, biraz önə getsək, 88-ci ildə deyək ki, Azərbaycanda xalq hərəkatı başladı, Sovet İttifaqından biz deyək ki, müstəqil həyata qədəm qoymaq üçün xalq hərəkatı başladı. O xalq hərəkatı 92-ci ilə qədər davam elədi, 92-ci ildə xalq hərəkatı hakimiyyətə gəldi. Və xalq hərəkatı da formalaşmamış şəkildə təbii ki, 72 illik o rejimdən sonra insanların özündə bir sərbəstlik yox idi ki, o sərbəst insanlar siyasətə birbaşa atılsınlar və siyasi bir fəaliyyət göstərsinlər, dövlət qursunlar. Yəni, o dövlətin qurulmasında mən hesab edirəm ki, xalq hərəkatının o zəif zümrəsi hakimiyyətə gəldiyi üçün o həmin hakimiyyətində ömrü çox qısa oldu. Və bundan istifadə edən zamanla o məqam gözləyən, deyək ki, Əliyevlər hakimiyyətinin, sülaləsinin Heydər Əliyevin hakimiyyətə gəlməsi, mən deyərdim ki, yəni bizim müstəqil dövlət qurmağımız anında bir, mən deyərdim ki, imperiyanın da yaranması kimi, yəni paralel getdi. Həm müstəqil olduq, həm yeni bir diktator rejim qurduq. Və 93-cü ildə təbii ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi həmin o rejimi yaratdı, diktator rejimi hakimiyyəti quruldu, adı oldu demokratik dövlət. Ancaq mən deyərdim ki, Sovet hökumətindən dəfələrlə qat-qat artıq rejim bir hökumət quruldu. Həmin hakimiyyətində bugün istər-istəməz Azərbaycan cəmiyyətinin formalaşmasında mən deyərdim ki, dırnaqarası böyük rolu oldu. Ona görə də 1993-cü ildən bu günə qədər Əliyevlər hakimiyyəti Azərbaycan cəmiyyətində çox dərin, mən deyərdim ki, qara bir iz buraxdı. Yəni, 72 ildən sonra o xalq hərəkatı, ayağa qalxmış insanlar, xalq müstəqil bir dövlət qurub, onun dadını yaşamaq, o müstəqilliyi yaşamaq əvəzinə təkrarən, ataların bir misalı var, yer yağışdan çıxdıq, yağmura düşük, belə bir vəziyyət yarandı. Ona görə də 20 illik bu hakimiyyətdən bizə qalan adı müstəqil dövlət oldu, ancaq təkrar biz dərin bir böhran içərisində bir rejimdə yaşarıq. Bu rejimdə istər-istəməz bugün sizin sual etdiyiniz həmin o ictimai-siyasi vəziyyətin, yəni belə bir anormal vəziyyətdə ortaya çıxmasına səbəb oldu. Və hesab edirəm ki, 20 ildə 4 prezident seçkisi keçirilibdir. Bu 4 parlament seçkisi keçirilibdir. Bu keçirilən seçkilərin, 8 keçirilən seçkinin heç birisi demokratik keçirilməkdir. Hamısı təyinat olubdur. Mən belə qəbul edirəm. Nisbətən, yəni bu sonraki illərə nisbətən 1995-ci ildə keçirilən parlament seçkilərinə biraz önəm verirəm ki, yəni həmin ərəfədə, yəni o boyda risk eləmədilər ki, hamısı təyinat olsun.
Yəni orada seçimlər də oldu, xalqın seçimi də orada nəzərə alındı. Ondan sonraki seçkilərin hamısı təyinatla birbaşa olubdur. Yəni bugün mən deyərdim ki, 2013-cü ildə hazırlaşdığımız seçki mühitində indiki cəmiyyətlə, indiki o siyasi mühitlə o seçkiyə getmək mən deyərdim ki, heç də təqdirə layiq deyildir. Ancaq buna baxmayaraq, mən düşünmürəm ki, biz pessimist notlarla qarşıdan gələn seçki ilini qarşılamalıyıq. Çünki dünyada gedən proseslər, dünyada bugün gedən proseslər hətta dünyanın xəritəsini dəyişmək iqtidarındadır. Yəni, diktator rejimlərinə son qoyulur, bu hamısı bizim gözümüzün qarşısında olur. Mən hesab edirəm ki, artıq dünya insanlarının, mən deyərdim ki, belə artıq bu rejimlər cana gətiribdir. Ona görə də milliyyətindən asılı olmayaraq, deyək ki, dövlətindən asılı olmayaraq, hər bir dövlətdə insanlar, hətta 40 illik rejimdə yaşayan insanlar bugün aktivləşib, o rejimləri çevirirsə, o deyək ki, imperiyaları dəyişirsə, müstəqil dövlətlər qurursa, təbii ki, yəni Azərbaycanda da 20 illik gedən bu prosesi dəyişmək mənə elə gəlir ki, Azərbaycan xalqına nəsib olacaqdır və bunun üçün bu xalq işləməlidir. Yəni, haradasa 9 ay, 10 ay vaxt qalır, bir ildən biraz az vaxt qalır seçki ilinə. Hesab edirəm ki, bu seçki ilinə biz elə hazırlaşmalıyıq ki, yəni 20 ildə çəkdiyimiz bu əzablı, əziyyətli, bu rejimə son qoyub, adı demokratik Azərbaycan dövləti olduğu kimi biz o həmin demokratik dövlətdə də yaşamalıyıq. Bu bizim haqqımızdır. Mənə elə gəlir ki, bizə bu haqqı ilk öncə Allah veribdir və haqqımızı müdafiə eləmək haqqını da yenə Allah veribdir bizə. Mən hesab edirəm ki, bu 2013-cü ildə biz o haqqımızı biz tələb edib ona qovuşa biləcəyik. Sualım belədir ki, siz həm qeyd elədiniz ki, həmin Azərbaycanda baş verən ictimai-siyasi vəziyyətdə, prezident seçkilərində falan cəmiyyətin rolu böyükdür. Siz həm bir cəmiyyətimizin bir üzvü kimi, həm ACP partiyasının sədr müavini kimi seçkilərdə kimi dəstəkləyəcəksiniz? Təbii ki, mən əgər Açıq Cəmiyyət Partiyasında sədr müaviniyəmsə və Rəsul Quliyevin liderin müşavirəyəmsə, təbii ki, mənim seçimim göz qabağındadır. Yəni, rəsmən olaraq. Digər tərəfdən də ki, mən bilirsiniz, Yeni Azərbaycan Partiyasının profesional siyasından deputat seçilmişim və oradan imtina eləyib, mən 1999-cu ildə mən Demokrat Partiyasını seçmişəm Rəsul Quliyevə görə. Yəni, bu seçim nədir? Bu seçim Rəsul Quliyevin Azərbaycanda bayaqdan o söylədiyim iradlar ki, var, adı demokratiya, diktatura həyatını yaşayırıq. Mənim düşüncəmə görə həmin Azərbaycanda demokratik dövlət yarada biləcək şəxs Rəsul Quliyevdir. Və bugün yox, 1999-cu ildən bu ideyaya inandığım üçün mən o addımı atmışam, hakimiyyətdən istifa verərək yaxdan mən müxalifətə keçmişəm. Və hesab edirəm ki, bugün də öz qərarıma saygı duyaraq çox düzgün qərar verdiyimin fərqindəyəm. Hesab edirəm ki, Rəsul Quliyevin həqiqətən də ideyaları sayəsində Azərbaycan demokratiyaya qovuşacaqdır. Və bizim də təbii ki, namizədimiz Rəsul Quliyev olacaq. Çox gözəl. Biraz partiyadan danışardınız. Belə ki, bu sualım belədir ki, sizin partiyadan olan siyasi məhbuslar varmı? Varsa, onların azadlığa çıxması üçün hansı addımlar atmışsınız? Bilirsiniz, mən məsələlərə biraz fərqli yanaşıram. Hesab eləmirəm ki, hər partiyanın, deyək ki, funksioneri ya üzvü cəmiyyətdə gedən proseslərə onun üzvü olduğu partiyanın ancaq bitirdikləri ilə o münasibət bildirməlidir. Azərbaycanda nə siyasi tutsak varsa, fərqi yoxdur. O hansı siyasi partiyanın adını daşıyır, o üzvlüyündədir. Və yaxud da ki, yaxın nümayəndəsi olan Əli İnsanovdan tutmuş, Fərhad Əliyevdən tutmuş, bütün siyasi partiyaların üzvlərində olan o siyasi məhbusların hamısını mən elə özümüzünki hesab edirəm. Bunlar hamısı Azərbaycan vətəndaşıdır. Onlar hər biri haqsız qərarların
nəticəsində, hökmlərin nəticəsində onlar siyasi tüstaq oldular. O ada sahib oldular. Mənə elə gəlir ki, bunu biz zamanla bu böyük bir siyasətin nəticəsidir ki, hər bir insanı elə ki, çox partiyalıq, tutaq ki, Avropa ölkələrində çox partiyalıq insanların seçimi kimi dəyərləndirmək lazımdırsa, Azərbaycanda onu xüsusi bir fikir vermək lazımdır ki, həmin elə insanlar xalq hərəkatından yaranmış, xalq hərəkatı, daha doğrusu iştirak etmiş insanların hamısını parçalayıb müəyyən partiyalara böldülər, istər-istəməz, yəni onların bax, bugün primitiv bir məqama gətirib çıxartmaq üçün ki, mən falan partiyanın, bugün hakimiyyət və müxalifət arasında mübarizə getmir. Bugün cəmiyyətdə elə bir cəmiyyət formalaşırdı ki, müxalifət arasında, hakimiyyət üzvlərinin məmurlar arasında mübarizə gedir. Yəni artıq bu bir dövlətin, bir cəmiyyətin seçimlə mübarizəsinə çevrilməkdir. Bu fərdin mübarizəsinə çevrilirdi. Bax, Azərbaycan cəmiyyətinin, yəni mən qəbul etmədiyim tərəfi budur. Bugün gəlin görək, indi müxalifət düşərgəsində doğrudanmı hamı hakimiyyətə qarşı, bu rejimə qarşı mübarizə aparır? Bəli, mən bunu sözümün arxasında duraraqdan deyirəm ki, xeyr, elə deyil. Müxalifətin də içərisinə elə qüvvələr salıblar, elə məqamlar, insanlar yerləşdirirlər ki, bugün hakimiyyət əsas tərəf qalıb o tərəfdə, yəni onunla mübarizə aparmaq eşyada düşmür və yaxud da ki, onların dərmanına su tökürlər, müxalifət bir-biri ilə müəyyən mübarizəni aparır. Bunları bir-birindən ayırt etmək lazımdır. Yəni, cəmiyyətin üzvlərinə bunları izah etmək lazımdır. Mən çox təşəkkür edirəm ki, belə bir müstəqil televiziya açılıbdır. Birinci sizi təbrik edirəm. İlk öncə demədiyim fikri indi mən elə məqam gəlmiş edeyim. Təbrik edirəm və sizə bircə dənə arzum var. Axıra qədər doğrudan da müstəqil qalmağınızı istəyirəm, arzuluyuram sizə. Azərbaycanda mətbuat bu şəkildə, televiziyalar, özəl televiziya, dövlət televiziyasından fərqlənmir. Avropada, başqa dövlətlərdə dövlət televiziyası nə qədər obyektivdirsə, müxalifəti, hakimiyyəti eyni dərəcədə, deyək ki, olmasa da müəyyən qədər müxalifətə də vaxt ayırırsa, yer verirsə, ancaq bizim müstəqil televiziyalarda bunu görmək mümkün deyil. Ona görə də, yəni cəmiyyətin qidalandığı ilk növbədə mətbuatdır, televiziyadır. Ancaq bizim cəmiyyətdə bu televiziyanın mətbuatı elə şəklə saldılar ki, insanların informasiya blokadasını aldılar. Ona görə də sizin kimi televiziyalara mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində çox ehtiyac var. Təşəkkür edirəm. Biraz da yeni seçkilər gəlir, prezident seçkiləri. Bununla bağlı danışdıq. Bir də siz qeyd elədiniz ki, yəni bu qədər özəl televiziyalarda hətta yəni müstəqil deyil. Yəni bu qədər qarışıq şəraitdə belə siz yeni prezident seçkilərinə doğrudan da mı ümid bəsləyirsiniz ki, bu seçkilərdə doğrudan da yəni real namizədlər olacaq və cəmiyyətin seçdiyi insanlar hakimiyyətə gələcək. Yəni bayaq dediyimiz kimi göndərilmiş yəni insanlar yox. Yəni əvvəlcədən namizəd olan insanlar yox. Bilirsiniz, məsələ burasındadır ki, mənim bayaqdan qeyd elədiklərim bu cəmiyyətin qüsurlarıdır. Mənim pessimist deyək ki, notlarım deyil. Mən pessimist deyiləm 2013-cü ildə olacaq prezident seçkilərinə. Çox mən aktiv düşüncə ilə fikirləşirəm ki, 2013-cü il Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının, Azərbaycan dövlətinin qurtuluş ili olacaqdır. Yəni o rejimdən, imperiya qanunlarından qurtuluş ili olacaqdır. Yəni buna mənim əsasım var. Birinci məsələ burasındadır ki, mənim əsasım ondadır ki, hakimiyyətin içərisində, yəni illərlə bu 20 ildir Azərbaycan cəmiyyətində hakimiyyətə qarşı mübarizə aparanlar var. Xalq narazıdır. Xalq lazımı dəyər verdiyi liderə səs verirlər, seçkilərdə o səsi qazanır müəyyən liderlər, ancaq o səsi qoruyub saxlaya bilmirlər rejimin nəticəsində. Ancaq məsələ burasındadır ki, indi sizin də qeyd elədiyiniz kimi, həmin o televiziya kanalları, radio, mətbuat, ümumiyyətlə mətbuat, qəzetlər, deyək ki, jurnallar, saytlar, bütün bunlar hamısı, yəni tam əksəriyyəti hakimiyyət tərəfindən
yaradılmış mətbuat. Yəni, adı müstəqildir, ancaq müstəqil fəaliyyətini mən şəxsən Azərbaycan televiziyasına çox nadir hallarda baxıram. Yəni, xəbərlər istisna olmaqla Azərbaycan televiziyasına baxmıram. 20%-dən çox torpaqı işğal altında olan bir dövlətin, yəni ermənilər tərəfindən işğal olmuş bir dövlətin, mən deyərdim ki, 80% də hazırki hakimiyyət tərəfindən işğal olunubdur. İnsanların hətta düşüncəsi işğal olunubdur. Heç bir insana əgər bugün müstəqil sözünü, müstəqil fikrini ifadə etmək imkanı verilmirsə, hansısa televiziya kanalında bir insanın fikirləri ifadə olunmursa, sərbəst fikri ifadə olunmursa, buna işğalçılıq demək lazımdır. Yəni, mənə elə gəlir ki, elə yerdə qalan 80% də bu Əliyevlər sülaləsi, indiki hakimiyyət, məmurlar tərəfindən işğal olunubdur. Və işğal olunubdur. Bugün onlar istədiyindən də artıqlaması ilə var, dövlət, pul, yəni bizim ağlımıza gətirmədiyimiz dərəcədə bunların nəfsləri o qədər artıqdır ki, lazım olandan çox şeylər yığıblar. Bugün onların ehtiyacı olmadığı üçün, yəni nədən danışsınlar, nə eləsin? Çünki ağıl, savad yoxdur ki, doğrudan da həqiqətən də bu illər keçməsinə baxmayaraq, bugündən sonra heç olmasa bu dövləti müstəqil bir dövlət kimi inkişaf elətdirmək haqqında düşünən yox. İndi bunların əlacı qalıbdır bir-biri ilə mübarizə aparmağa. Hakimiyyətdə bu dəqiqə məmurların bir-birinlə apardığı mübarizə bu hakimiyyəti çökürdəcək. Yəni illərlə tarix bunu bizə diktə edir, sübut edir ki, illərlə həmişə rejim daxildən çökübdür. Bugün mən Azərbaycanın indiki hakimiyyətinin daxilində həmin o didişmə nəticəsində o çökmənin kodlarını görürəm. Bu birinci səbəb. İkinci bir tərəfdən fikrimin əvvəlində mən qeyd elədim dünyada gedən prosesləri, yəni hətta 40 illik diktator rejimlər çökürsə, xalq qarşısında dözüm gətirə bilmirsə, təbii ki, 20 illik hakimiyyət də o xalq ayağa qalxanda o dözümü nümayiş elətdirə bilməyəcəkdir. Və xalqın da ayağa qalxması üçün kifayət qədər səbəblər var. Bugün Azərbaycan xalqı, bəli, görüntü yaradırlar. Azərbaycanın neft gəlirlərinə inkişaf üçün deyək ki, müəyyən binalar, hündür binaların tikilməsidir, körpülərdir, yolların salınmasıdır. Bunlar gözəldir. Amma gəlin görək, onlara qoyulan xərcin müqabilində insan gördüyü işə, qoyduğu mayanın dəyərində onun nəticəsini hesablamalıdır. Bir yolun salınması, deyək ki, 100 minə başa gəlməlidirsə, 1 milyon da bəs eləmir, 2 milyon, 3 milyon həmin yolun çəkilməsinə pul xərclənir. Bugün yol çəkilir, 3 ay, 5 aydan sonra təkrar çəkilir. Bunun hamısı Azərbaycan vətəndaşının cibindən çıxan puldur. Və bu yaxınlarda 48 milyard pulun Azərbaycandan çıxarılması mətbuatda da açıqlandı, getdi. Həmin pul kimin cibindən çıxır? Bunu iqtisadi hesablamalar aparanlar var. Və elə onlardan biri də Rəsul müəllim təbii ki, mətbuat vasitəsilə də xalqa açıqlayıbdır. Hər bir insanın cibindən 6000 manat, yəni deyək ki, dövlət oğurluyur. Daha doğrusu dövlət deməyək bunu, dövlət məmurları oğurluyur. Bu pul indiyənə qədər, bax bu dövlətin deyək ki, məhvə orqanları, hüquq mühafizə orqanları hara baxır ki, o pulun haradan, necə çıxmasını tapıb ortaya qoya bilmirlər. Və yaxud da ki, bu yaxınlarda Gülər Əhmədovanın yayılan video material. Yəni, burada artıq, deyək ki, müxalifətin və yaxud da ki, sadə vətəndaşın neçə illərdir təkrar deyilməsinə, mətbuatda, haradasa yığıncaqlarda dedikləri fikirlər ki, korrupsiya, bu hakimiyyət korrupsiyalaşıbdır. Yəni, biz bunu sübut edə bilmirik, əlimizdə faktımız yoxdur. Görürsünüz, artıq bayaq mən dediyim məsələdir. Bunlar daxildən, Allah bizim bu xalqın tərəfində olur ki, daxildən açılır bunlar. Bir deputatın siz fikir verin, əməllərinə baxın. Deputat qanunverici orqanda, əgər bir dövlətin vətəndaşları üçün, dövlət üçün qanun yazıb, onun icrasını icra orqanlarına ötürürsə, qanun hazırlayan Milli Məclisin deputatı belə bir
korrupsiya ilə, belə bir saxtakarlıqla, belə bir biabırçılıqla məşğuldursa, bu dövlətin hansı məmurunun, hansı deputatına bu millət öz səsini etibar edib, həvalə edə bilər ki, sən mənim vəkilim ol, get mənim adımdan çıxış elə. Yəni, bu dözülməz bir vəziyyətdir ki, Azərbaycan dövlətinin içərisində belə bir vəziyyətdə şəxsən mən düşünürəm ki, həmin deputat Milli Məclisin növbəti iclasında istefa verməlidir. Özünə hörmət edən insan, birinci özünə hörmət edən insan o işləri görməz. İkinci, dövlət olaraq, dövlət başçısının qarşısına, əgər bu iddia edirsə, sənə görə mən siyahını 2 dəfə, 3 dəfə dəyişmişəm, sənin adın deputat siyahısına düşdün. Bu korrupsiya deyil, bəs nədir? Və digər tərəfdən bizim o həmişə dediyimiz o seçki qutularında xalqın səsinin uğurlanıb, təyinatla deputatların gedib Milli Məclisdə oturması demək deyil, bəs nədir? Ona görə də mən fikirləşirəm ki, yəni həmin seçkidə Azərbaycan xalqı bütün bunların hamısına nəticə çıxardaraq, bəli, ayağa qalxacaqdır, 2013-cü ildə xalqın səsi eşidiləcəkdir. Xalqın seçdiyi namizəd prezident olacaqdır. Bir deputatın siyahı dəyişdirə biləcəyi, prezident qarşısında siyahı dəyişdirə biləcək prezident Azərbaycan xalqına lazım deyil. Elə bir deputat Azərbaycan seçicisinə lazım deyil. Artıq bu xalq ayılmalıdır. Mən hesab edirəm ki, Azərbaycan dövlətində istəyir icra orqanlarında, istəyir qanunverici orqanda, məhkəmə orqanlarında 4 hakimiyyətlik bizim konstitusiyanın tələbidir. 4 hakimiyyətin hansı sahəsinə baxırsan, bu eyibləri, bu qüsurları, bu biabırçılığı görürsən. Açıq-aşkar ortada da hamısı. Ona görə də bu hakimiyyətin getməsi labiddir. Bu zərurət yaranıbdır. O zərurəti həyata keçirdən Azərbaycan xalqı olacaq. Bu hadisələrdən sonra həmin videonun yayınlanmasından sonra yeni bir xəbərdə yayıldı ki, Gülər Əhmədova güya xəstədir və onu Azərbaycandan çıxardıb başqa yeni yerdə müalicə alması üçün göndərəcəklər. Sizcə bu nə dərəcədə realdır və bu həmin videonun, həmin görüntüləri yaddan çıxartmaq üçündürmü, yoxsa bu doğrudan siz necə fikirləşirsiniz? Məsələ burasındadır ki, bu hakimiyyətin nə edəcəyi barədə heç kəs yəni mümkün deyil deyə bilməz. Bu dövlətdə bu başda oturanlar ki, bu cür hərəkətləri ilə hər gün bir şov, bir sensasiya yarada biləcək hərəkətlər eləyə bilirlər. Yəni, bunu danışmaqla qurtarası deyil bu problemlər. Flash saytında nələr Azərbaycan dövləti haqqında, məmurları haqqında nələr getdi, həmin məmurlar haqqında, hansı haqqında cəza tədbiri görüldü, hansı elədiyi o qəbahətlərə görə, qüsurlara görə onların qarşısında bir tələb qoyuldu, hansı özü öz vicdanı ilə özünə hörmət edərək istefa verdi. Yəni, ən azından bir istefa mədəniyyəti yoxdur bunlarda. Ona görə də bilirsiniz, nə sabahlarım hansı qərarı qəbul edib, nə edəcəklərsə, mənim heç nəyə şübhəm yox. Ən biabırçı bir vəziyyətə don geyindirmək lazımdırsa, o da onlar tapıb geyindirəcəklər. Ona görə də yəni təəccüblü burada heç nə yoxdur. Sizin söhbətiniz əsnasında mənim Türkiyə Cümhuriyyəti gözünün qabağına gəldi. Yəni, o artıq son illərdə hətta orada hansı məmurun ki, bir xırda bir səhvi olursa, həmin məmur haqqında dövlət işçilər, yəni dövlət başçısı, baş nazir müəyyən tədbirlər görür. Biz dediyimiz kimi artıq nə qədər də göz önündə olsa da bizim cəmiyyətdə olan problemlər. Heç bir deputatımızdan tutmuş nazirə qədər heç kim istefa vermir və heç kimi də prezident olayı, prezident aparır, prezident yerindən tərpətmək istəmir. Bununla bağlı müqayisə edəndə başqa hansı qüsurları görürük və oradan da bizim elə günahımız ondadır ki, biz həmin bu rüşvətxor, yəni yalancı insanları dövlət rəhbər vəzifələri yerləşdirir və ona görə biz bugündəyik. Yəni müqayisə edəndə Türkiyə ilə Azərbaycan necə müqayisə edirsiniz? Məsələ burasındadır ki, mən tək Türkiyə ilə yox, ümumiyyətlə, yəni elə bir əsrdə yaşayırıq ki, texnika vasitəsilə dünyada gedən proseslərdən hər birimiz məlumatımız olur. Deyək ki, Azərbaycanda olanlardan o qədər xəbərimiz yox ki, dünyadakından var. Çünki dünyada açıq cəmiyyətdir. O da tək öz dövlətində yox, bütün dünyaya onlar açıqdır. Ona görə bizim də məlumatımız var. Yəni, fikir verirsiniz, hansısa bir dövlətdə
belə bir problem yaranırsa məmur tərəfindən, təbii ki, hər bir yerdə var. Amma birinci dərəcəsində, ikinci də ki, hansı bir dövlətdə məmur tərəfindən, deyək ki, oranın seçilmiş insanları deputat tərəfindən belə bir qəbahət ortaya çıxarsa, birinci həmin şəxs özünə hörmət edərəkdən və dövlətə hörmət edərəkdən istifasını verir. Yox, əgər deyək ki, o qabiliyyət onda olmursa, onda dövlət rəhbərliyi onun qarşısında məsələ qaldırır və lazımi cəzanı konstitusiyaya uyğun təbii ki, o cəza ona verilir. Ya istifa mı, ya həbs mi, baxır onun törətdiyi ya qəbahətmi, ya cinayətmi buna uyğun cəzasını alır. Və çox gözəl qeyd elədiniz, təbii ki, Türkiyə dövlətinə də saygı ilə yanaşıram. Orada da yəni bizdən çox fərqli orada bir durum var. Orada da istəyir müxalifatının mədəniyyəti, istəyir hakimiyyətinin mədəniyyəti, onlar da öz qüsurlarını dərk edənlərdir. Və o qüsurları özləri ilk öncə reaksiya verirlər. Yəni təbii ki, həmin bayaq dediyim fikir orada aiddir. Orada da bunu əgər üstündən keçmək istəyən olanda qanun qarşısında hər bir kəs qanunun aliliyi qarşısında cavabdehdir. Ancaq bizdə qanun şah deyil. Bu problemlər oradan yaranır. Bir nəfər qanundur. Şah qanundur bizdə. Bax, bu problemlərin əsas kökü oradan yaranır. Yenə təkrar edirəm. Bir millət vəkili gör nə qədər məsuliyyətsiz bir kimlə nə alver edir, nə edir mən bilmirəm. Amma dövlət başçısını o dərəcədə sayğısız davranmaq, ona o boyda sayğısız ifadələr işlətmək ki, dövlət başçısının qarşısından mən deyir sənə görə 200 dəfə siyah dəyişmişəm. Bu bağışlanılan deyil. Nəinki xaricə, sürgün də olunmağa layiqdir. Amma ilk öncə mən istəyərdim ki, qadın olaraq da Gülər xanım öz atsın. Gülər xanımı da mənə elə gəlir ki, Azərbaycanda Gülər xanım tək deyil. Onun götürəndə, yəni bu hakimiyyətdə təmsil olunanlardan bəlkə də elə ən yaxşısı Gülər xanımdır. Hələ nisbətdə biz o birilərinin fəaliyyətini, deyək ki, əməllərini bilsək, bəlkə də ona haqq qazandırarıq ki, bu biraz yumuşaq gedir. Məsələ burasındadır ki, bunların oturduğu qan çanağıdır. Yəni, mübarizə onlarla olmalı, fərdlərlə olmalı deyil. Gülər xanımı götürsünlər, sürgünə göndərsinlər. Nə dəyişəcək? Yerdə qalan sabahların ondan betərini edəcəkdir. Və bugün araşdırma, Hacı Məmmədovun, yəni, özü nazirlik işçisiydi. Belə bir adamın törətdikləri, adam oğurluqları Azərbaycanda, üzr istəyirəm, elə bir ki, nəyinsə, bir əşyanın oğurlanması qədər dəyərdən düşübdür. İnsan oğurluğu, insan alır. Onu elə sadə təqdim edirlər ki, filan kəs də bu işdə ada hallanır. Yəni, bunu Daxili İşlər Nazirinin mətbuat xidməti, prokurorluğun mətbuat xidməti, yəni, filan kəsin də adı adam oğurluğunda hallanır. Elə bir ki, sadə, adi bir şey söylüyorlar. Yəni, belə bir dövlətdə hansı, kimin haqqından, hüququndan söhbət gedə bilər? Bütün dünyada dövlətlər hər bir vətəndaşının karantıdır. Azərbaycanda bütün o məsuliyyət vətəndaşının üzərinə düşür. Vətəndaş dövlətin karantına çevrilir. Belə dövlət, analogu yoxdur dünyada bu dövlətin. Bu konstitusiya gözəldir. Yazılışı ilə biz o konstitusiyanı vərəqləyəndə, oxuyanda hər bir kəs qibd eləyə bilər bizim konstitusiya. Amma gəlin görəcək, o konstitusiya uyğun qəbul olunan qanunlar belə işlənir. Bizim böyük qüsurumuz buradadır. Mənim növbəti sualım belədir ki, məşvərət məclisinin yaranmasına ehtiyac var mıdır və bu məşvərət məclisi ictimai palataya alternativ olaraq mı yaradılır? Əvvəlcə buna aydınlıq gətirək, sonra məşvərət məclisinə bağlı digər suallarım olacaq. Birinci, normal cəmiyyətlərdə, yəni deyək ki, bir məclisində, palatanında hansısa bir qurumun yaranması çox normal haldır. Mən deyərdim ki, yəni seçki ilə olduğu üçün də belə bir formatların, belə bir deyək ki, blokların adını nə qoyuruqsa, nə olmadan asıl olmayaraq yaranması çox təbii bir prosesdir. Qaldı İctimai Palataya Məşvərət Məclisinin alternativ yaranmasından öncə mən onu demək istəyirəm ki, dediyim kimi seçki ilə əgər bu il artıq seçki ilinə biz keçmişik,
belə bir dövrdə təbii ki, hansısa neçə partiyanın yığılıb bir məclis adından bəllidir, məşvərət məclisinin yaradılması çox normal bir prosesdir. Yəni, burada deyək ki, hər bir partiyanın hüququ özündə qalmaq şərti ilə seçki ilində gedəcək proseslərdə müəyyən məşvərət eləmək üçün, məsləhətləşmələr aparmaq üçün bunların həmrəyliyidir bu. Mən belə deyərdim. Digər tərəfdən İctimai Palataya alternativ yaranması üçün buna heç bir səbəb yoxdur bunu belə adlandırmanın. İctimai Palata iki partiyadan ibarət və fərdi çoxluq təşkil edən bir qurumdur. Ancaq burada 14 partiyanın yarandığı bir qurumdur. Və bunların, mən deyərdim ki, o fəaliyyətində də fərqlidir. Yəni, Məşvərət Məclisi bayaq dediyim kimi bütün hüquqlarını özündə saxlamaqla müəyyən məsələlərin müzakirəsində bir yerdədir. Amma İctimai Palata, yəni iki partiya və fərdlərin, səhv eləmirəmsə 126 üzvü var İctimai Palatanın, belə bir palatanın hansı məqsəddaşlığı hələ birinci, bu günə qədər ortada deyil. Yəni, mən o barədə məlumatsızam. Yəqin ki, mətbuatda falan da geçsəydi, mən də anlayışım olardı. Digər tərəfdən də hesab edirəm ki, seçki ilin müəyyən qədər qalmış hələ daha yaxşı olar ki, istəyir Məşvərət Məclisi, istəyir İctimai Palata, biraz da məsələn güclərini, qüvvələrini artırsınlar. Hətta bilirsiniz, İctimai Palatada mənim bir təklifim də oldu ki, hər ikisinin bir yerdə 5 nəfərdən ibarət əməkdaşlıq məktubu. Bəli, əməkdaşlıq məktubu ilə çıxış elədim ki, bəli, 2 nəfər o Məşvərət Məclisindən, 2 nəfər İctimai Palatadan, 1 nəfər bir tərəf koordinasiya şurası yaradılsın. Orada da Məşvərət Məclisinin hüquqlarını mən təklif elədim. Mən yəni demədim ki, siz elə bütün planınızı, proqramınızı boyun kənarı gəlin, mənim dediyimi eləyin. Məsələ burasındadır ki, yəni normal qurum mənə elə gəlir ki, onu qəbul eləməliyik. Əgər qəbul etməsə, İctimai Palatanın dağılma təhlükəsi nə dərəcədir? Yəni, onda siz əməkdaşlığı bitirəcəksiniz mi? Yox, məsələ burasındadır ki, İctimai Palatanın dağılması şəxsən mənim marağımda deyil. Kimlərinsə marağında var, onu deyə bilmərəm. Çünki əgər mən birliyin, bir yerdə olmağın, siyasilərin, seçilmişlərin, deyək ki, qurumların, partiyaların bir yerdə hakimiyyətə qarşı mübarizəsi üçün belə bir təklif verirəmsə, mən niyə də razı olum ki, İctimai Palata dağılsın? Mən bu fikirdən tamamilə kənardayam. Ancaq İctimai Palata mənə elə gəlir, onun yolu düzgün deyil. Buradan çağırış eləyir, Koordinasiya Şurası deyir ki, bütün demokratik qüvvələrin bir araya gəlməsinə biz maraq göstərəcəyik, dəvət edirik, təklif edirik, bir yerdə olmasını istəyirik. Buradan da onlara verilən təklifləri onlar rədd edirlər. Bizim bilirsiniz, Məşvərət Məclisinin, daha doğrusu, dünən ayın 27-sində elmi praktik konfransı keçirildi, İmum Respublika konfransı keçirildi və ora hakim partiyadan tutmuş, hakim yönümlü partiyalar, müxalifətin bütün partiyalarına və fərdi seçilmiş insanlara, cəmiyyətdə tanınmışların hamısına dəvət göndərildi. Müsavat Partiyası olaraq Cəbhə Xalq Cəbhəsi Partiyası, yəni İctimai Palatadan fərdi qaydada iştirak edənlər oldu. Yəni, onlardan 4 nəfərə də çıxış verildi. Yəni, mən bunu önəmli sayıram ki, bugün mənim də təklifim əslində elə bunu deyildi ki, bizim keçirdəcəyimiz müşavirələrdə, konferanslarda, mitinqlərdə bir araya gələk o haldakı, o mübarizədəki hamımız eyni bir fikri istəyirik, eyni bir şey istəyirik, onda bir yerdə olaq. Bax, yəni, məni sevindirdi ki, İctimai Palatadan bir neçə nəfərin orada iştirakı, 4 nəfərin çıxış eləməsi, Koordinasiya Şurasından 2 nəfərin çıxış eləməsi, Mirvar xanım məruzəçi idi. Yəni, bunun nəyi pisdir? Niyə də biz bir-birimizə dağılmaq, deyək ki, arzu eləyək ki, hansısa qurum dağılsın? Əslində, biz bir yerdə olmalıyıq ki, həmin bayaq dediyim elə bir hakimiyyətə qarşı mübarizədə bir olaq. Mən bunun tərəfindəyəm.
Çünki son zamanlar kütləvi informasiya vasitələrinin özünü də Açıq Cəmiyyət Partiyasının lideri ilə İctimai Palatanın sədri arasında münaqişələrin olduğu deyilir. Yəni, belə bir söz-söhbət var. Bu baxımdan belə bir şairlər yayılır ki, bəlkə həmin əməkdaşlıq məktubuna görədir ki, əgər qəbul edilməzsə, həmin partiyanın dağılmağına da təhlükə var. Bəlkə ona görədir. Siz nə düşünürsünüz? Yəni, Partiyanın, hansı partiyanın dağılmağı? İctimai Palata. Palata. Yox, bilirsiniz, yəni oradan kimlərsə çıxa bilər. Deyək ki, əməkdaşlıq təklifi vermişik biz. Təbii ki, onlar əməkdaşlıq eləməyəndən sonra biz onları, deyək ki, zorla istək yoxdur ki, bir-birini məsələn də deyəsən ki, mütləqdir bizim təklifimiz qəbul edəsiniz. Onların seçimidir, biz onların seçimine de hörmətlə yanaşarıq və həmin İctimai Palatadan əməkdaşlıq eləməyəndən sonra əgər bizim partiyadan orada təmsil olunanlar çıxacaqlarsa, bu da bizim hüququmuzdur. Və yaxud da ki, Məşvərət Məclisində təmsil olunan partiyalardan kimlərsə özlərinin oradakı üzvlərini geri çağıracaqlar, onların da hüququdur. Ancaq hələ belə bir qərar verilməyibdir, nə Məşvərət Məclisində, nə də ki, bizim partiyadan. Biraz da başqa yönlü söhbət edir, Ramiz Səfərov məsələsi barədə. Yəni, Ramiz Səfərovun geri çağırılması və onun burada azadlığa buraxılıb qəhrəman statusu verilməsi. Buna münasibətiniz necədir və sizcə bu Ramiz Səfərovun geri çağırılması və bu hadisələr Qarabağ məsələsində nə kimi təsirini göstərdi və sizcə prezident düzmü hərəkət etməkdir ki, onu əhv etdi? Bilirsiniz, bu çox mürəkkəb bir prosedurdur. Mən açığını deyim ki, Ramiz Səfərovun Azərbaycana görüşü, ekstradisiya olunması nə qədər məni sevindirirsə, bir o qədər də onun yanlış layihə üzərində aparılması qüssələndirir. Yəni, Ramiz Səfərovun Azərbaycana qayıdışında təbii ki, kimlərinsə böyük əməyi olubdur, hər tərəfli əməyi olubdur. Bu təqdirə layiqdir. Ancaq onun Azərbaycana ekstradisiya olunandan sonra Azərbaycan qanunları ilə o Azərbaycanda gəlib həmin onu bura ekstradisiya edən Macarıstan dövlətini də nəzərə almaq lazım idi. Ona söz gətirmək lazım deyildi və özümüzdə də belə lazımsız bir şou yaratmaq lazım deyildi. Hesab edirəm ki, birbaşa o həbs cəzasını çəkmək üçün Azərbaycana gətirilməlidir. Və bundan sonra Azərbaycan qanunlarına uyğun, təbii ki, Azərbaycan xalqı Ramiz Səfərov Macaristanda həbsini çəkəndə hələ istəyir internet vasitəsilə, istəyir Avropa Şurasına müraciətlərlə, xalq olaraq, yəni Azərbaycan vətəndaşını haqlarının müdafiə şəklində bir çox onun müdafiəsinə qalxılmışdır. Və hesab edirəm ki, o Azərbaycanda həmin o cəzanı çəkərəkdən bu müdafiələr Azərbaycan Konstitusiyasına uyğun həmin məsələlər ardıcıl olaraq aparılmalıydı. Digər tərəfdən, onun prezident tərəfindən əfvi layiq idisə, əgər lazım idisə daha doğrusu, o da bir qanuna uyğunluğundan olmalıydı. Və prezidentin ona 8 il, neçə 3 ay səhv eləmirəmsə, yatdığı o cəzaya görə onun yığılıb qalmış əmək haqqının ona verilməsi yanlış idi. Necə yanlış idi? Yəni, məhkəmə orqanlarından, qanuna uyğun konstitusiya ilə hakimiyyətin 3-cü qolu bunun qanuna uyğun şəkildə Ramiz Səfərovun yəni əhv olunmamışdan öncə, onun əmək haqqısının verilməmişdən öncə həmin məhkəmənin qərarı lazım idi ona. Bəraət almalıydı Ramiz Səfərov. Qanunla bəraət almalıydı. Bəraət aldıqdan sonra prezident onu əhv edə bilərdi. Prezident onun qalmış, yığılmış əmək haqqısını verə bilərdi. İstədiyi şəkildə ona ev, hər nəysə, nə ürəyindən keçirsə, bütün bunların hamısını çox normal şəkildə edə bilərdi. Ancaq mənə elə gəlir ki, qanuna uyğun Ramiz Səfərov öncə məhkəmənin qərarı ilə həmin o haqqı almalıydı. Sizcə bu proses həm də Azərbaycanda özbaşınalığın olmağını kimi bir görüntü yaratmaq mı? Çünki istənilən insan həbsdən azad olunur, istənilən insan
yəni Gülər Əhmədovanın videosundakı kimi istənilən insan asanlıqla, yəni deputat ola bilər, istənilən insan, yəni burada yəni hər şey asanlıqla baş verir. Səhv eləmirəmsə buna mən öncə cavab verdim. Bütün bunların hamısı ona görədir ki, Azərbaycanda yazılmış qanunlar, konstitusiyaya uyğun yazılmış qanunlar heç birisi işləmir, qanun şah deyil, şah qanun rolunda çıxış edir. Bir nəfər Azərbaycanın 9 milyonluq əhalisinin talimi ilə istədiyi kimi rəftar edir, istədiyi kimi oynaya bilir, istəsə yaxşı qərar verir, hətta cinayətkar olsa belə, hətta rüşvətxor olsa belə, hətta kimlərinsə ölümündə əli olsa belə, insan alverində əli olsa belə, yəni bu insanın deyək ki, bütün cinayət məcəlləsi ilə bəlkə də ömürlük həbs cəzası almaq dərəcəsində olan bir insanı əfv edib boş gəlir. Bizi izlədiyinizə görə təşəkkür edirəm. Bir daha xatırladım ki, qonağımız Zəminə Dünyəmalova idi. Onunla birlikdə cəmiyyətimizdə baş verən ictimai-siyasi hadisələri müzakirə etdik. Təşəkkür edirəm.